Gəlin birazcık dedikodu eləyək. Qeybət. Bir psixoloq olaraq deyirəm, qeybət insan beyni üçün inanılmaz dərəcədə faydalı bir şeydir. Çünki qeybət eləyən zaman siz şahid olmadığınız hadisələri beyninizdə canlandırırsınız və bu da sizin təxəyyülünüzün və fantaziyavızın inkişaf eləməsinə səbəb olur. Mövzumuz Freuddur. Baxın, Freud haqqında heç nə bilməyən insanlar belə bunu bilirlər. Freudun əsas teoriləri cinsəlliklə bağlı idi və o cinsəlliyin insan psixologiyasına olan təsirlərindən danışırdı və cinsəlliyin hətta önəmini lazım olduğundan da çox vurğulayırdı. Bəs niyə görə Freud cinsi mövzulara bu qədər çox ilişmişdi? Məsələ Freudun böyüdüyü evdən və yaşadığı, bütün ömrünü keçirdiyi mühitdən gedir. Baxın, Freudun anası ilə Freudun böyük qardaşı, demək olar ki, eyni yaşdaydılar. Çünki Freudun anası Freudun atasının ikinci yoldaşı idi və böyük ehtimalla Freudun anası ilə Freudun ögey böyük qardaşı arasında cinsi münasibət olurdu bütün günü evdə və Freud da uşaq yaşlarından buna şahidlik edirdi. Niyə görə Freud deyir ki, bütün uşaqlar öz valideynlərinə qarşı cinsi istək bəsləyirlər? Bu əslində doğrudur? Yox. Bunu kim eləyibdi? Freud özü eləyibdi. Niyə görə? Çünki uşaq vaxtından onun gözü qabağında anası cinsəlliyini təqdim edirdi və daha sonra Freud Marta ilə evləndikdən sonra Martanı demək olar ki, bir kənara atır və həyatı boyunca müxtəlif qadınlarla flörtləşibdi. Bunlardan da ən önəmlilərindən biri baldızıdır. Yəni Martanın bacısı Mina. Və siz təsəvvür edirsiniz, Freud evdə iki qadınla yaşayırdı. Əslində iki bacının ikisi ilə də belə demək mümkündürsə evlənmişdi və ikisi də onun yoldaşı idilər. Hələ ən xaotik qismi başqadır. Sigmund Freudun qızı Anna Freudla olan münasibəti. Təsəvvür edin ki, Anna Freudun 22 yaşı olandan sonra bu Sigmund Freud qızı ilə axşam saat 10-dan ta ki demək olar ki, səhərə qədər psixoanalitik söhbətlər edirdi və qızını psixoanaliz cəhətdən incələyirdi. Və çox maraqlıdır, Anna bir kitab yazır və bu kitab onun şahidlik elədiyi bir hadisə ilə bağlıdır və bu kitab atasına qarşı ensiz münasibətlər bəsləyən bir qız haqqındadır. Anna Freud deyir ki, bu mənim xəstələrimdən biridir, amma o xəstənin kim olduğu heç bir zaman açıqlanmır. Məncə bilirik ki, söhbət hansı qızdan və hansı atadan gedirdi. Yəni bu hamımızın hörməti olan Sigmund Freud gildə belə-belə söhbətlər olurdu.